sevinsin her bir ana. Sözü var, hürmeti var ülkelerin arasında. Böyle güzel, böyle zengin var dünyanın harasında. Vatanimin mağrur güçlü, özüreyi ilhamı var. Hoş günlere giden yolda bir ebedi bayramı var. Her birinin öz yeri var, benim doğma diyar. Güzelliğinde o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Baxdı dikildi evladına, oy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Baxdı dikildi evladına, oy sevinsin her bir ana. Çıkış için söz Məktəbin direktoru Gülər xanıma verilir. Salam, əziz şagirdlər, tələbələr. Bilirsiniz ki, 9 noyabr əlamətdar bir gündür, bayraq günüdür. Və bayraq nədir? Bayraq hər bir dövlətin simvoludur, atributudur. Siz bilirsiniz ki, şəhidlər ölən zamanı onun qəbrinin üstünə də bayraq sərilir. Bayrağın tarixi qədimdir. Eramızdan əvvəl 4-cü minilliyə gedib çıxır. Ancaq Turan eli üçün, Türk elləri üçün bayraq daha da əzizdir. Çünki siz bilirsiniz ki, bizim Ramil Səfərovumuz Azərbaycan bayrağını təhqir edən ermənini öldürmüş və bir neçə il Macaristan həbsxanasında həbs yatmış, lakin Azərbaycan Respublikasının prezidenti tərəfindən əfv edilmişdir.
2003-cü ildə isə Bayraq Meydanının tikintisi haqqında Azərbaycan Respublikasının prezidenti fərman vermişdi. 2009-cu ildə isə noyabrın 9-u Bayraq günü kimi qeyd edilməsi haqqında prezident fərman vermişdi. Mən bayraq haqqında daha geniş danışmağı məktəbimizin hərbi müəllimi olan Sədi müəllimə və onun şagirdlərinə həvalə edirəm. Çünki Azərbaycan bayrağını daim ucalara qaldıran məhz onlar olmuşdur. Mən ona görə də bir nüansı da vurğulamaq istəyirəm ki, milli qəhrəman Cəmil Niftəliyev də Azərbaycan torpağı və Azərbaycan bayrağı uğrunda şəhid olmuşdur. Onun ruhunu gəlin bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət etsin. Və hamını Cəmil Niftəliyevin keçdiyi döyüş yolu kimi keçməsini arzu edərdim. Xüsusən 11-ci sinif oğlanlarına üzümü tutub deyirəm. Buyurun Sədi müəllim. Mən bura dəvət etmək istəyirəm Abbasov Əzizi, Abbasov Şamil, bir də Bayramzadə İsmaili. Xahiş edən bura gəlsinlər. Azərbaycan Demokratik Respublikası yarananda 9 noyabrda bayraq günü elan olunmuşdur və Azərbaycan öz üç rəngli bayrağını təsdiq etmişdir. Və bu tarixdən etibarən Azərbaycan Respublikasının bayrağı üç rəngli bayraq, o 8 güşəli ulduz və ağ rəngdə aypara olmuşdur. Və bu bayraq bilirsiniz ki, mən özümü bilirsiniz ki, dəfələrlə dünya Avropa çempionu olmuşam. Eyni zamanda öz şagirdlərimlə bir yerdə. Dünyanın bir çox ölkələrində, İtaliyada, Fransada, İngiltərədə, dünyanın ən böyük dövlətlərinin arenalarında biz Azərbaycan bayrağını qaldırmışıq. Bizim üçün ən şərəfli bir ən şərəfli bir iş olaraq bizim çelimizə düşmüşdür və biz idmançı olaraq bu niyyəti yerinə yetirmişik və bizim üçün ən fərəhli bir an olub ki, Azərbaycan Respublikasının bayrağını qaldırıb və himnimizi çaldırmaq. Bu dəfələrlə olubdur, bizim idmançıları da bu məktəbində oxuyan dəfələrlə dünya Avropa çempionu olan uşaqlarımız hər il keçən illərin Musazadə İlxan 2 dəfə Avropanı və 2 dəfə dünyanı udmuşdur və dəfələrlə Azərbaycan bayrağını qaldırıb və biz bununla fəxr etmişik. Və mən xahiş edərdim ki, bu ilki idmançı uşaqlar, bu Abbasov Şamil 2013-cü ildə Türkiyədə Avropa çempionu olmuşdur. Bayramzadə İsmail İtaliyada yer tutuldu. İtaliyada böyük dünya çempionatında yer tutuldu. Macaristanda Avropa çempionu olubdu. Bir çox ölkələrdə olubdu. Dəfələrlə Avropa dünya çempionu olmuşdu. Keçən illərin, bu illərin Nürnbergdə, Almaniyanın Nürnberg şəhərində Avropa çempionu oldu, təsdiqlədi. Bir də Abbasov Əziz, o da dəfələrlə İtaliya, Fransa, bir çox böyük dövlətlərdə Azərbaycan bayrağını qaldırmışdır. Bizim üçün şərəfdir. Bundan sonra da mən sizə də arzu edirəm ki, siz də harada olursunuz olun, bayrağınızı uca tutun və bayrağın yüksəltməsi üçün əlinizdən gələni edin. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Söz üçün söz İşgəli müəllimə verilir. Çox sağ olun. Əziz şagirdlər, müəllimlər, doğrudan da bugün həyatımızda, məktəbimizin ictimai həyatında çox əlamətdar bir hadisə baş verir. Ona görə ki, Azərbaycanın milli müstəqilliyimizin 25 illiyi ərəfəsində belə tədbirlərin, silsilə tədbirlərin keçirilməsi bizim üçün də, şagirdlərimiz üçün də çox fəxr edici bir əlamətlərdir və bunu hörmətli Gülər xanım da dönə-dönə vurğuladı.
ve bir şey yadda saklamalıyıq ki, doğrudan da bizim milli atributumuz sayılan bayraq əsas meyar sayılır, dövlət üçün, ölkə üçün və onun varlığı üçün. Və unutmaq lazım deyil ki, Azərbaycan bayrağı dünyanın en uca bayraqları sırasındadır. Demək olar ki, Azərbaycanın bayrağı kosmosdan da görünür. Bu bayraq münasibətilə mən də sizin hər birinizi təbrik edirəm və arzu edirəm ki, bizim bayrağımız həmişə uca olsun və Rəsulzadənin dediyi kimi bir daha yüksələn bayraq bir daha enməz. Və bu enməzlik əbədi olsun, daim olsun. Bu yolda hər birimizə böyük uğurlar və məktəbimizin bir sıra şagirdləri və müəllimləri öz biliş və bacarıqlarını müəyyən sahədəsindəyirlər. Müəllimlərimiz uzun illər təhsil sahəsində dönmədən çalışır və bugün mən bir müəllimin ad gününə təsadüf edən bir müəllimi bura dəvət edəcəm, Gilə xanım müəllimi və Gilə xanım müəlliməni hər biriniz tanıyırsınız. Məktəbimiz, böyük ictimaiyyətimiz və qəsəbəmiz gözəl tanıyır, rayonumuzda özünə məxsus yeri vardır. Bütün bunlar onun zəhməti sayəsindədir. Və mən çox fəxrlə Gilə xanım müəllimi səhnəyə dəvət edirəm və istəyirəm ki, onu biz bu bayraq münasibətilə təsdiq edək. Bir daha təbriklər və bu estafeti daima qoruyun, saxlayın. Biz də sizdən fəxrləniriz. Bu diqqətə görə kollektivlər, kollektiv rəhbərliklər öz minnətdarlığımı bildirirəm. Bir an baxıram uşaqlara, bu uşaqlar məktəbin döyünən ürəyi, düşünən beyni, danışan dilidir. Qoy bu uşaqlar var olsun, sağlam olsun, mətin addımlarla yüksək zirvələrə ucalsın. Gülər müəllimə bu yeni dərs ilində bizim məktəbdə birinci il çalışdığına görə deyirəm, ona uğurlar, can sağlığı, dözüm arzulayıram. Bir daha yolunuz şık olsun. Təşəkkürlər, 50 almışlar və bizim məktəbin bir qrup şagirdi, ötən ilin 9-cu sinifi bitirən şagirdlərdən bir qismi fərqlənmə şəhadətnamələri ilə və daha yüksək nəticələr əldə etməsilə əlaqədar Gülər xanım fəxri fərmanı imzalayıb. Mən istəyirəm ki, həmin fəxri fərmanları həmin şagirdlərə təqdim edək. Mektəbləri ömrümdən şirin vurğu qaygısız günləri Qasımova Əsmər Xəlil qızı. Mektəbləri ömrümdən şirin vurğu qaygısız günləri Kazımov Elvin Füzuloğlu 10-cu sinif şagirdi, Rus bölməsinin şagirdi Kazımov Elvin dəvət edirəm. Əlizadə Qənirə. Çok ileri yazılan sevgiyle bozulmadı bizim için asan kararsızlık günümüze biz karar tarih yazan bozulmayan yazılar Ramazanov Süleyman. Özüm özüne baktım
Cəmilə Fəthullazadə. Təbriklər. Və Zərif Nəcəfov. Güzel təbriklər. Və inanırıq ki, gələcəkdə bizim belə şagirdlərimiz çox olacaq. İndi isə şagirdlərimizin hazırladığı kompozisiyanı təqdim edək komşularına. Düşmən tapdağındadır. Biz inanırıq ki, bizim mərd oğullarımız bizim işğal altında olan torpaqlarımızı geri alacaqdır. Bizim bayrağımız Azərbaycanın döyünən ürəyi olan Şuşada dalgalanacaqdır. Mən Məmməd Arası Ayağa Dur Azərbaycan şeiri söyləmək istəyirəm və bununla mərd oğullarımıza burada səsləyirəm. Nə yatmısan, qoca vulkan, səninliyəm. Ayağa dur, Azərbaycan, səninliyəm. Səndən qeyri biz hər şeyi bölə bildik. Səndən qeyri biz hamısı ölə bildik. Bu şəhriyar haraydı, bu bəxtiyar haraydı. Hanı sənin tufan yıxan, gürüşad boğan, yurtda oğul oğulların, qara çoban, dəri domrul oğulların, çək sinənə qayaları yamaq elə, haqq yolunun ayağına dolaq elə, bayrağını Xəzər boyda bayraq elə, emmezliyə qalxmış olan bayrağını, Azərbaycan, Azərbaycan, Azərbaycan bayrağını, ayağa dur Azərbaycan. Bunu bizə zaman deyir, məzarından baş qaldıran baban deyir. Baban deyir, səninliyəm silah tutan, kürək tutan, yaba tutan, kəsək tutan nişanlı ər, səninliyəm. Səninliyəm qız atası, hanı nərən, hanı səsin, hanı andın? Yoxsa sən də yatmışlara, baxmışlara,
səninliyəm. Qeyd etmək istəyirəm ki, dəqiq bilmirəm hər hansı müsabiqədədir. Hansı müsabiqədə idi? Mən bayraq müsabiqəsi. Bayraq müsabiqəsində şeir demək üzrə qalib olmuşdur. Bir alqışlar. Azadlıq marşı ifa edir. Xor, heyrətli xalq ritmik muğamı üzərində. Əziz və hörmətli qonaqlar, hamınızı bu bayramda xoş gördük. Aylı, ulduzlu bayrağıma baxıram, qəlbim açılır, qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə bayrağım dalğalanırsa, mən vüqarlıyam, ucadan ucayam, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Bayraq mənim qələbə sevincimdir, vətənimiz zəfər günündə göylərə yüksədilir. Bayraq mənim qəm sirdaşımdır, məmləkətimin kədər, hüzün anlarında indirilir. Bayraq qürur duyduğum nişanədir, dövlətimin varlığını sübut edir dünyada. Millətimin imzasını təsdiqləyir imzalar içində. Haradakı üç rəngli bayraq dalğalanır, ora mənim vətənimdir, Azərbaycan məkanıdır. Orada yurdumun sədası, sözü, söhbəti var. Sevilən şairimiz Bəxtiyar Vahabzadə bayraq şeirində yazır. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Bəli, bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzidir. Bir sözlə, müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur.
Обещаем, враг нас не победит, напротив мы всех покорим. Славься, страна, can vətən, Azəri qızıyam, mən Azərbaycan. Всем встать! Азербайджанцы идут, у них свой суд, в руках свой флаг несут. Сыновей твоих нет сильней, дочерей нет твоих скромней, нет твоих детей красивей. Мы патриоты, Родина, мать, dala нам свыше могущая власть. Can vətən, can ey can, sevirəm səni doğma Azərbaycan.